Əziz və hörmətli məni izləyənlər, bugün bir xəbər çıxdı qabağıma. Əli Əliyev, Manşetazın jurnalisti, mənim haqqımda xoşa gəlməz sözlər deyib. İstəyirəm onu xalqıma və əlinin özünə bir aydınlıq verim. Bu yaxınlarda ayın 16-sı Əli mənə zəng elədi ki, bizim saytın 5 illiyi idi. Möhtərəm qonaqlar olacaq, mən istəyirəm sən orada iştirak eləyəsən. Mən də dedim ki, böyük məmnuniyyətlə, təbii ki, mən qalmıram. Elə oldu ki, müəyyən səbəblərdən elə bir problem oldu. Üzrə gedən oldu da bizimkilərdən, mən orada gedəmədim. Əliyə dedim ki, Əli, üzürlü say, inşallah əvəzini çıxaramda və belə şey oldu, gəldim və gələ bilmədim. Belə dedim, getdi. Bu, indi ondan bu özünə gedib, mənim haqqımda deyir ki, Manaf hansısa məclisdə oxuyub, səsi işləməyib, qaçıb, nağarıb, xahiş edirəm, onu göstərsin. Mən buradan Əli sənə bir söz demək istəyirəm ki, birincisi, mən Qarabağlıyam. Qarabağda da səsdən başqa heç nə yoxdur. Yəni, adicə bir şoförü tutub oxudursan, səsi var. Bir silesarı tutsan, oxudursan. Qaldı mənim sənətim haqqında. Yəqin ki, baxmısan, baxmamısansa mən səni verərəm, baxarsan. Habil Əliyev kimi bir şəxsiyyət, Arif Babayev kimi bir şəxsiyyət, İslam Rızayev kimi bir şəxsiyyət, Ağaxan Abdullayev bir şəxsiyyət, Mənsum İbrahimov mənim haqqımda, sənətim haqqında nə lazımsa da deyiblər. Və sənin yaşından da çox, mən bu sənətdəyim, 40 ildir xalqa xidmət edirəm. Getdiyim məbləğ də yəqin ki, sənə bəllidir. Yəni, o məbləği verirlər. Kalendarla bu yaşa qədər toya gedirsansa, deməli yaxşı oxuyursan ki, aparırlar. Pis oxuyanı heç vaxt aparmazlar. Bu bunun izahı. Orada İlhamə xanımın adını çəkirsən, Allah ona qəni-qəni rəhmət edirsin. İlhamə mənim evimdə də olub, mənim xeyir işimdə də olub, mən də onun xeyir işində də olmuşam. Məni ondan da çox istəyən olmayıb. Həmişə də mənim sözümü deyib, yalan danışırsan, burada belə oldu, belə oldu. Biz uşaq deyilik ki, İlhamə xanım bizi danlasın, onun bizdən nə işi var idi. Mənə hörmət edən xanımlardan biri olub, ona Allah rəhmət eləsin. Bu da bir aydınlıq. Qaldı, indi hörmətli tamaşaçılar, mən Əlinin səsini qoyacağım, qulaq asın. Bir də səni xatırladım. Allah xoş edən xanımın canını sağ eləsin, səni axtarılan təzə olan vaxtı Peterdə bir dənə ölü var idi, bir meyit vardı, onu gətirmək lazım idi. Onu mən zəng elədim, Xoşqədəm xanıma dedim ki, və mənim orada dostlarım var, mən onlarla maraqlanım, görüm, mümkündürsə gedib gətirərik. Sən Əlini, biletin mən aldım, buradan bir komanda yığışdıq, getdik, onu götdük, gəldik. Sən orada mənə dedin ki, halal olsun, sənin kimi mən kişi görməmişəm. Sən əlində, təbii ki, yağın yadından çıxmaz. Yadındadır, həmişə də məni görəndə 100 metr qabaqdan gəlib görüşmüsən, həmişə hörmətlə yanaşmısan, Allah var da. İndi mən orada getmədiyim üçün sən məni belə şantaj edirsən, təbii ki, bunlara cavab verməli olarsan. Sən şantaj edirsən, bir də bir şey yadında saxla ki, qara ləkə götürmür, məni xalq qəşəng tanıyır. Mən o olanam ki, pandemiyada xalqım üçün, bu ayıbdır demək, amma yeri gələndə demək lazımdır. Mən nələr eləmişəm, mən müharibə dövründə tirlərlə yardım aparmışam, dağcı bir qaziyə maşın alıb bağışlamışam, yəni mən bir xeyriyyətçi. Bir də Əli, deyirsən ki, Manaf oxuyan deyil, amma telefonda deyirsən ki, möhtərəm qonaqlar olacaq, adlarını saymıram da, indi cəmaat biləcək. Filan kəs olacaq, böyük, möhtərəm bir məclisdir. Səni orada görmək istəyirəm. İndi mən sənə sual verirəm. Deyirsən ki, mən oxuya bilmirəm. Nə yaxşı mən ona dəvət edirsən? Xeyirdir mi? Mən oxuya bilmirəm də, sən deyirsən ki, oxuya bilmirsən. Və onda mən niyə dəvət edirdin ora? Gəlmədim, sonra pis oxuyan oldum. Bir, dediyin sözün fikirləş denən. Öz səsindir. Öz səsi ilə qulaq asarsan ki, kimlər o məclisdə olacaq, mən ora dəvət edirsən və mən oxuya